Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Zirə İdman Kompleksinin stadionundayıq. Bizon Azərbaycan Kuboku 2025-2026-cı illər mövsümü 8-də 1 final mərhələsi. Zirə Neftçi matçı. Bir oyundan ibarət olan mərhələ 4-də 1 finalçını müəyyənləşdirəcək. Yəni bugünkü görüşdə mütləq qalibin adına aydınlığı gəlməlidir. 90 dəqiqə, 120 dəqiqə bu kifayət etməzsə 11 metli zərbələr seriyası fərq etməz. Bugün qalib müəyyənləşməlidir və 4-də 1 finalçı müəyyənləşməlidir. Start səsləndi və Zirə Neftçi matçı başladı. Meydanın rəqibi ait səslə top saxlayır Zirə. Boşluq axtarırlar Papunaşvili. Papunaşvili qapıya baxır, zərbə endirdi. Piriç. Topu meydandan çıxarır. Küncdən zərbə olacaq. Uzaqdan endirilən zərbə. Təhlükəli məqam izlədik. Və bu təhlükəli zərbə 19-cu dəqiqəyə təsadüf etdi. Piriç müdaxilə edir. Zirə künc zərbəsi yerinə yetirəcək. Ondan ötürmə İsa Cibrilaya. İsa Kosini keçdi amma meydan bitdi. Meydan bitmişdi herhalde gördüyüm qədərilə. Top qapıdan keçir amma bilmirəm, bəlkə ola bilər. Mənim olduğum, yəni bir anlıq ona düşündüm ki top xətti keçib artıq amma yox. Hakim qolu qeydə alır 25-ci dəqiqə. Baxaq epizodun təkrarına bir daha. Burada yox təbii ki, oyundan kənar vəziyyət yoxdur bu öz yerində. İsa Cibrila irəlilədi. Zərbə Qismət Aliyevdən. Bəlkə buradan daha dəqiq görünəcək. Vardan incələnəcək epizod. Vardan təsdiq gözləyirik. Qismət Aliyev topu qapıdan keçirib bu öz yerində amma. Bəli, keçmişdi. Evindən Kosinə ötürmə gəldi cərimə meydançasına. Başla zərbə, qeyri dəqiq. Top qapıdan aralı keçir Bassala Sambulun zərbəsindən sonra. Qismətdən ötürmə, qapı qarşısına, başla zərbə. Top qapı istiqamətdə getmir. Qapıdan zərbə. Təhlükəli alındı. Baxırıq epizodun təkrarına. Burada Gomis mübarizəni uddu. Topu geri atlama komanda yoldaşlarına kimsə çata bilmədi. Emindən Cinaha. Sək, qapı qarşısı göndərilən top və top qapıdan keçmədi. Təhlükə yaşanır İmad Farac. Baxaq bir daha epizodun təkrarına. İmad Farac topa zərbə endirir. Zirə müdafiəsi onu boş buraxdı amma birincisi yekunlaşır. Bizon Azərbaycan Kuboku 8-də 1 final mərhələsinin oyunu əlavə vaxtla gözləyir. Belə davam edəcəksə. İkinci hissə başladı. Mümkün qədər ehtiyatlı oyuna sövq edir. Neftçi top ələ keçirdi Abubakar. Abubakar, Ruan Renato'nu keçmir. Abubakar zərbə endirdi qapıcı Thiago Silva. Ruan Renato düz bir qədər dayandırmağa çalışdı amma top yenə Abubakarın önünə düşdü. Zərbəsi və Thiago Silva dəf edir bu zərbəni. Çərçiyə gedən bir zərbə endirdi Neftçidə. İndi Qismət Aliyev ötürmə gəlir, cərimə meydançasına başla zərbə. Ceyhun Nuriyevdən qeyri dəqiq. Qapıdan zərbəli Neftçi hücuma başlayacaq. Baxırıq bir daha. Ceyhundan ötürmə, cərimə meydançasına. Gomis. Gomis'in ötürməsi və təhlükəni sovuşturur Ribeiro. Bədəlov, top çatmadı Mikelsə, Bədəlov hücuma dəstəyə gəlib. Ara ötürməsi, Abubakar və gol! 65-ci dəqiqə. Abubakar hesab açır. Təbii ki, epizod incələnəcək, oyundan kənar vəziyyət var ya yox, bir qədər sonra biləcək. Abubakar istənilən halda ne olursa olsun onu usta vuruşunu qeyd etmək lazımdır. Topu qapıcının üzərindən tora göndərməsi. Baxaq bir daha. Abubakar oyundan kənar vəziyyətdə idimi.
lap əvvəldən biz izlədik. VAR-da incələnəcək. Baxırıq bir daha. Bədəlovun ötürməsi, Abubakar. Qapıcı artıq yaxınlaşmışdı ona. Bax bu məqam. Topun ayaqdan çıxdığı məqam. VAR-dan bu epizodla bağlı yekun rəyi gözləyirik. Necə usta bir vuruşur. Yəni qol qeydə alınsa, alınmasa belə Massiyənin Allah təbii ki bu epizoda uyğun. Abubakar hər şeyi düzgün etdi. İndi qalır əsas məsələ. Oyundan kənar vəziyyət var idi ya yox? Oyundan kənar vəziyyət. Qol qeydə alınmır. Diba burada top ikisi oldu. Aka səhvə yol verdi. Abubakar zərbəsi qeyri dəqiqdir. Rəqibə daha bir şans verir burada Zirə. Akanın ötürməsi. Baxırıq epizodun təkrarına. Bax bu epizodda Meteo sanki gözləyirdi. Gomis, Mikels. Təhlükəli gəldi Zirə. Qapıya zərbə. Yaxın küncə endirilən zərbə. Piriçin müdaxiləsi var. Küncdən zərbə olacaq. Baxırıq bir daha. İsa Cibrilanın endirdiyi zərbə. Yaxın küncə endirdiyi zərbə. Qismət Aliyev ötürmə cərmə meydançasına. Qapıcı Piriç. Və bitdi. Bəli. Əsas vaxtda son epizod bitdi. Əsas vaxt 0-0. Əlavə vaxt başladı. Zirə Neftçi maçında. İsmet Aliyev ondan ötürmə. Mutsinzi qarışıqlıq və son anda Bədəlov. Topu meydandan çıxarmağa macal tapdı. Enrique ötürmə cərmə meydançasında. Qapıya zərbə olacaq mı? Var zərbə. İsmet Aliyevin zərbəsi Piriç yerindədir. Əlavə vaxtın ikinci səsi başladı. Martins Junior, diqqətlər ona. Martins Junior zərbə. Canlı səhvdən topu keçirdi amma Piriç yerindədir. Topu götürdü. Meteo qapıcı irəldədir. Uzaqdan qapıya zərbə. Çərçiyə düşə bilmir. Meteo qapıcının irəldə olduğunu gördü. Zirə bu hücumla cavab verir. Mikels. Qapı qarşısına göndərilən top. Ötürmə. Qapıya zərbə və gol! 116-cı dəqiqə. Zirə hesab açır. 116-cı dəqiqədə vurulan gol. Martins Junior. Baxırıq bir daha. Hər şey necə başladı? Oyundan kənar vəziyyət yoxdur təbii ki. Konate'nin ötürməsi. Mikels, Konate və Martins Junior. Topu uzaq küncə göndərir. Hesab açır. Bu qolu 116 dəqiqə gözlədik. Zirə əlavə vaxtda gol vurur, hesab önə keçir. Təbii köynəyini çıxardığı üçün Martins Junior sarı vərəqə təbii ki öz yerində. Ötürməsindən sonra hücumu tamamlamaq mümkün olmur və bu da finaldir. Zirə Bizon Azərbaycan kubokunda 4-1 finala vəsiqə qazanır.